Şeydir. Belə eləmişəm sadəcə sərf imtahan. Birinci A hərfindən sonra kursoru gətirirəm. Deməli, imtahan Sonra sözündə birinci A hərfindən sonra ə, kursor var. Düz. İki dəfə delete, iki dəfə backspace vurmuşam. İki dəfə delete, iki dəfə backspace. Getdi mi bunlar? Qaldı I, M, N. Kursor da iki, buradadır. bəli, birinci iki dəfə şey vurdum. Oldu Sonra nə deyir? imta. Bir dəfə sola şey düyməsini vurub. Deməli, kursoru gətirib bura. Ha, bura. Sonra bir dəfə backspace, bir dəfə də backspace vurmuşuq. İyi gedib, bir dəfə də backspace vuranda daha siləcək bir şey qalmır. Hə, burada uyğunluğu istəyir. Deməli, Üstündə i, kimi m, səhv n. oldu. Birinci halda budur. 1-ə 1. Asan bir şeydir. Mən qalsın özüm eləyərəm. Sonra Məhz səs. imtahan sözündə buradadır. Bir dəfə sola düyməni vurursan, bura keçirirsən kursoru. Bir dəfə backspace, bir dəfə də backspace vurmuşam. T-la n getdi. I, A, I, A, N. Bir dəfə sola. Bu düz olmadı axı. Onu söndür tamam. Ay telefon. Səs Hər dəfə açıqdır. həmin mövqedən imtahan sözündə. Sonuncu M-la T gedir də, backspace-də elə deyil. Hə, bir dəfə bunu vurduq, sonra bu, sonra yenə backspace. Belə deyir bizə də, hə? Deyək ki, imtahan sözündə, deməli, 1-ə B tapmışam onsuz, o heç. Sonra yenə imtahan sözündə. Normalda buradaydı da kursor. Bura keçirtdim, T-ni sildim. Bura keçirtdim, i-ni sildim. M, A, H, A, N qalır. Mahan. İki uyğundur A. Sonra bir də 4 dəfə backspace vurmuşam. Buradadır, 4 dəfə backspace vuranda han qalır. İçərə geliyorum. O xətt işarəsi heç dəyişilmir ki, sadəcə dəyişir də, belə deyil, belə Bəli, deyil. bəli, bəli. Bir addım kursor sola keçir. Bir addım Hə, sola keçir. Başa düşdük? mənə görəsə qalıb. Bir də ki, müəllim, o 7-də də elə bunların elə elədikləri kimi eləyirəm. Prosta o, axırda yəni hesablanır da, mən 11 tapmışam. Ancaq elə bir ki, cavabı 14 vermişdi. Ya zəhmət olmasa baxarsın. Mənim baxmayın da bunlara şeydir, özüm eləyərəm, ola bilsin hardasa adam səhv eləyir. Neçəyə? Şey, 7, mən elə bil 11 dənə hesabladım. Orada cavab 14 dənə çıxdı. Bir boşluq qoyulmaqla yazıldı. Kursor birinci addımda yazılan ə, ifadənin boşluq simvolundan sonra kitabları sözünün qarşısına yerləşdirilir. Hə, deməli lap Klaviaturadan axırıncı. sola ox düyməsi 2 dəfə çıqqıldadılır. Klaviaturadan backspace düyməsi 3 dəfə çıqqıldadılır. Klaviaturadan sağa ox düyməsi 2 dəfə çıqqıldadılır. Klaviaturadan delete düyməsi 4 dəfə çıqqıldadılır. Sonra da save düyməsi çıqqıldadılır. Bu aslında asandır. Bax, bizə bunlar maraqlı olmamalı. Bunlar maraqlı deyil. Sonuç etibarı ilə bu söz daxil edilməyib. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Kitabları sözü də neçədir? 9 dənədir də. 12, 9, 21 dənə simvolu var burada. Backspace düyməsini 3 dəfə vurmuşam. Delete düyməsini də 4 dəfə vurmuşam. Deməli neçə dəfə olacaq? 7 7 də dənə simvol silin. biləcəm. Bundan 7'sini çıxıram. Neçəsi qalır?
14'dür. 14 dənə. Deməli 14 byte qalacaq da. Hər simvol 1 byte deyil IC-də. Öyle. Sonra birden saymaram səhv olar o oxşarlarının ucu. Oxlara Burada bunu. ehtiyacımız olmaz ki bizim. Oxlar silmir ki zaten. Silənlər mənə maraqlıdır. Hmm. Sonra 9-cu sual müəllim. neçə? 19. 19. Yəni orada Bence məncə de səhv kal. B yoxdur axı. Yəni tünd Hər ikisi yazılmır beş istifadə birisi. olunub. Burada A A yox. variantı verir. A'da qalın yoxdur. O B'də birisi də səhv. kursiv yoxdur. Burada altdan xətt Digərləri yox. heç biri. Ha, Qalın bax, yazılır. Mən A variantı verir, amma orada qalın yazılan yoxdur. xətt ümumiyyətlə sualda səhv var da. Bəli. Sonra Da yekunlaşdı məndə. de burada. Bəli, məndə yekunlaşdı. Sonra ben 26'da bütün elə bir ki yazıları dəyişir də, o hərflərin rəngini dəyişir. Belədir də. Neçədə? 26'da mətn fraqmenti simvollarının rəngini dəyişir. Cavab belə fikirləşdim ki, məsəl üçün hər hansı bir simvolun rəngi, ona görə onu götürməmişdim. Düz veriblər 26'da Color, C-dir. renk. Bu rəngi dəyişməkdir də, mətnin rəngini dəyişir. Hə, Seçilən mətn 20, fraqmentinin rəngi dəyişir. hə, B bəndidir. Burada C vermişdi desəm. Yox, B olmayacaq. B'də deyir ki, bütün hamısının yox. Nəyi seçmiş isə onun rəngi dəyişir. Hə, onlarda fikir vermək lazım. Sonra Müəllim, o elə bir ki, paste yerinə qoyur da, belə deyil. bəli. Belə. Seçimlərdə mən o 41, 42, onları elə belə özüm üçün cədvəl çəkib eləmək olar da. Neçə? 41, 42 olar ha. Hı. Sağ olun, buradan yekunlaşdı. Okay. Sonra nəyə baxmalıyıq? Koderaya. Bəli, Bəli. Kadera var. İşləyə bilmişik Koderanın hamısını. Bəli, baxmış. Aha, orada neçəyə baxırıq? 52 var məndə. 7.1-də 52. Burada C yazmışdım. Mənim A çıxıb cavab. Deməli 40 səhifə var da burada. Deməli hansı səhifələr çap olunur? 1-dən 9-a Ona qədər baxma. 9 səhifə, 2-dən 17-yə qədər neçə səhifə? 15 dənə. 2-dən 17, 15 oldu mənim. Deməli 16. 6 dənə bu. Bir də 35. 1 dənə 35. Bu eləyir 26 dənə səhifə. Sonra ikinci bura baxırsınız. Ben bir səhifədə 8 dənə 26-nı böldüm 8-ə. Neçə dənə düşəcək? 3, 4 dənə səhifə. 4 Düz. dənə olmalıdır. Ben 200-lü çap eləyirəm. deməli 2. 2 dənə vərəq lazım olacaq və neçə kopyadır? 3 dənə Üç kopya. 6. 6 variant. Bir də bunun elə bir şey, bir dəfə mən baxmışdım, şeylə deyirdi də, birinci nə, ikinci nə eləmə. Bir dənə də Bax, siz bunu birinci növbədə hansı səhifələr çap olunacaq? elədi, Baxırsınız. 1. sonra ikinci. İkinci bura baxırsınız. Üçüncü bura, dördüncü bura. İkinci bu da. Üçüncü bura. Dördüncü də var sona. Deməli, ikincidə nə elədik? 26-nı.
Bax, bu bilirsiz nə deməkdir? Yəni bir dənəsində, bir dənə A4-də 8 dənə səhifəni yerləşdirə bilərik. Bu, bu, Başa düşüldü? bəli, indi Belə. Sonra nədir? Yəni 54'e neçə vərəq bakarsan. bəs 4 dənə vərəq bəs eləyəcək də 26-ı 8-ə bölsəm 3 tam neçəsə düşür, yəni 4 dənə vərəqə keçir. Sonra 200-lü çap eləyirəm. Deməli bir dənə A4-də 2 dənə üz var da. Ona görə 4-ü 2-yə böldüm. Qaldı 2 vərəq. Sonra da 3 kopya çıxardıram ondan. 2-ni 3-ə vuranda 6 bəli, olur. bəli. Necə qaydasını bir də bir də müəllim burada 40-da beləncəlik bunları eləyirsən, sadəcə bu rəqəmlər verib. Bunlar o nəyə görə verib? Ona görə qaldım mən. 1, 3, 1, 2 belə deyir. Hansıda? Zəhmət olmasa 40-da müəllim. 40. O Burada rəqəmləri verib də, bax, məsəl üçün 1, 3, 1, 2. Bu bilirsiz nə deməkdir? 1 komandasını icra hə, elədik. 1 komandasını icra eləyəndə keçir kursor bura. Sonra 2 komandasını icra elədim. hə başa düşdüm də qalsın müəllim Sonra şeylər. 1 komandasını icra elədim. Sonra 2 komandası. Sonra 1, sonra 2, Evet, sonra 3, sonra 4, sonra 3. başıma gelmiyor. Başa düşüldü? Başa düştüm, başa düştüm. Benim 55-ci sualda cavabı alıram. Sadəcə bir dənə sualım var idi o hissədə. Orada both sides deyirsə iki üzlü olması. Biz aldığımızı ikiyə bölməliyik, yoxsa hansı ki yuxarıda verilən səhifələrdən cüt olanları seçməliydik? Yox. İşte olanlar seçmirik. Aldığımızı 2-yə bölürük. Məsələn, burada neçə dənə səhifə var? 2-dən 12-yə 20. qədər 12 dənə, düzdür? Bəli. 7 plus 15-dən 1 21-ə qədər 7 dənə. plus 1. Sıraya bir 20. gəlirəm. 20. Birinci bura Hə, baxdıq. Sonra ikinci bura baxıram. deməli 20-ni 6-ya 6 böləcəm vursa 4. 4. Sonra 2 4-ü 2 böləcəm 2-yə. 2 verər. 2 ilə vuracam 3-ə 6. 6. Aydın mənim. Sonra mən burada 19 var. Bunu əzbərləyərəm. Düşər bu sizə 19. Bunu bilməmişdim. Yəni nəzəriyyədir. Əzbərləməli şeylər Nə istəyir? 19-da o cavabı da mənə verib. Toggle case də bu. Əzbərlənilməsi. Toggle case-dir. Böyük hərfləri kiçik, kiçik hərfləri böyüklə yazmaq. Sonra Sonra bu 62. 34 neçəni deyir mənzil? neçə? Məndə 62 mənim sual məndən əvvəldədir. Neçədir ki, mənim məsələ? Onlarda da elə eyni şeydir müəllim. O bəzilərini eləyirəm, düz çıxır, bəzilərini səhv. Elə məsələn o müəllimə dedi 62-ci misal. Elə beləncilik mənim ədədlərlə məsələn tutaq ki, kitabda 1, 2, 3 mən neçəyə qədər eləyirəm. Bəzən səhv. 22-nin nömrəsi 35-dir. 21-in nömrəsi neçə olacaq? 34. 34. 34. Belə gedir də. Onda Hə. belə düşünün də 35-dən çıxacağam 22-sinin üstünə gələcəm 1. Belə hələ beləncilik elə rəqəmlərlə eləmək istənə kitabı, yəni belədir qaydası. Rahat, rahat buradan. 14 dənə. Bəzən düz çıxır belə eləyəndə, bəzən səhvini görür. Yox, hamısında çıxmalıdır. Hmm. 72 var mənim məndə. Sonra burada müəllim bir də 69-a baxarıq. Burada elə bir ki, 31 səhifəlidir. Bu 7-ci səhifəsindədir, 69-da. Yox, bunun heç bir aidiyyatı yoxdur bu testdə. Səhv çıxıb bu bura. Bu Bəli, o şəklin aidiyyətsiz. bura heç bir aidiyyatı yoxdur.
Buna həll eləmək lazımdır. Bu. Yaxşı. Və onda məsəl üçün 74 də belədir. Məsəl üçün Yox, 74-də 72 var başqa mənim şey. əvvəldə. 72-yə baxarsan. 74 də qalıb. 72. 72 məndə də qalıb. 18-ci səhifəsinin nömrəsi 21 olan 30 səhifəli sənədin 28-ci səhifəsinin Find and Replace pəncərəsinin Go to keçid pəncərəsində -8 yazıb təsdiqləsək, neçə nömrəli səhifəyə keçid ediləcək? Deməli, 28-ci səhifəsində bu olmalıdır 20 normalda. Belə deyil, 8 səhifə geri getdim də. Bəli, normalda olmalı. 18-ci səhifəsinin nömrəsi 21-dir. Deməli 21 çıx 18 plus 1 götürürük. Aha, neçə səhifəlik? Deməli, 28-ci səhifəsi. 28-ci səhifəsinin məsələ nədir? O çox rahat əslində. 18-ci səhifənin nömrəsi neçədir? 21. 21. 3 dənə fərq var da arada, elə deyil. Onda Hı. 20-nin nömrəsi neçə olacaq? Ee, 23. 23. Vəssalam. Evet. Sonra 74. Burada məsələ nədir? Hal-hazırda 11-ci səhifədəyik. 20-ci, 22 22 səhifəlik. səhifəlik kitabın. Amma səhifə Hı. nömrəsi neçə göstərib? 25. 24. Deməli, 11-ci səhifədə olanda 25-dir bizim səhifə nömrəmiz. Hı. Düz? Bəs birinci səhifədə olanda neçə olacaq? 14. Aradakı Elə fərq belə neçədir? çıxacaq. 14 deyil. 14 gəlirəm də üstündə 15 olacaq onda bu. Hı. Başa düşüldü? Cavabı səhv veriblər müəllim. B veriblər. 14 veriblər. Bəli. Bəlkə biz səhv edirik. Bir daha baxaq. Məncə cavab səhv. Çünki mən də 15 alırdım. Yox, 15-dir. Başqa şey olmaz. Belə lap dənə yaza bilərik də. Onun səhifə nömrəsi 24-dür. 9-un səhifə nömrəsi 23-dür. 8-in səhifə nömrəsi 22-dir. 7-nin Mən də səhifə yazdım. nömrəsi 21-dir. Başa düşüldü? 6-nınki Belə. 20-dir. 5-inki 19-dur. 4-ünkü 18-dir. 3-ünkü 17-dir. 2-ninki 16-dır. 1-inki də 15-dir. 15. 14 ola bilməz çünki elə səhifə olmayacaq. Burada 75'e bəs müəllim bu nəyin cavabıdır ki? Bu verilməyib, yoxdur. Bu 25'e görə. Şəkil olmaydı, yoxdur. Bəli, mənim əvvəlkinə uyğun. Yuxarıda Yox, page. əvvəlkinə uyğun deyil. Prosta var burada elə şeylər, şəkillər qaçıb. Ola bilər ki, buna uyğundur. Deyir buna, bu onun şəklidir, gəl bura düşün. Hə. Belə ebəcə şeylər var burada kitabda. O ora düşüb, bu bura düşüb, qarışıb aləm bir-birinə. Hı. 7.2'de 17 var müəllim məndə. Neçə? Məndə də qalıb 17. 2-də, şeydə. Bəli, səhifə 92-də bəli. Burada 17. A yazmışdım ora müəllim mən. Layout tabından insert above. Above yuxarısına Yox, əlavə yuxarı. eləməkdir. Bəli, bir dəfə əlavə edilir axı. Yəni 2 dəfə 2 demir dənə. burada. 2 dənə. 2 səhifə, 2 dənə sətr seçmişəmsə ikisini əlavə eləmiş oluram yuxarıya. Ha, onların sayı qədər olmalıdır. Bəli, bəli. Aydın müəllim. Məsələn, belə düşünün də, deyək ki, var. Mənim hal-hazırda deyək ki, belə bir cədvəlim var. Ya da artıraq da bunu da belə. İndi mən buradan ikisini seçib gəlib bura deyək ki, C əmrini versəm. Bax bu, insert above.
2 dənə əlavə eləmiş olacam. Neçə dənə seçmişəmsə o qədər. Hı hı. Bura müəllim bu 19-da 3 sütun deyir, 4 dənə sətir deyir. Yəni 3 burada sütun 4 belə. sətir. 12 dənə Hə. xana olacaq. Nə istəyir bizdən? Bizdə Prosta də yox. Əvvəl sözlərdə isə belə. mən Ümumi sözlərdə də deyir. Ona görə bilmədim sözlərdən götürün. Baxın 3 sətir 6 sütun verilib deyir. əvvəlcə birləşdirib sonra kəsirlər. Ona görə bir də o hissəyə diqqət etmək lazımdır. Deyirsə Mercedes before split. 6 sütun. Hə, başa düşdüm, birləşdirilir. Bircə yuxarıdan 3 sətir 6 sütundan ibarətdir. Deməli, gəl belə deyək də. Bizə nə istəyir? 3 sətir 6 sütundan ibarət cədvəl. 3 dənə sətir, 6 dənə sütun Çəkdim bunu. yaratdıq. Sonra hamısını seçdim. Nə istəyir məndən indi? Birinci sətrin bütün İkinci kanallarını sətirdəki bütün yox, xanaları birinci sətrin seçdir. bütün kanallarını Birinci seçib sətrin bütün Mercedes. kanallarını seçmişik. Burada Mercedes Merge Cells əmrini seçmişik, hə? birləşdiririk bəli. Bəli. Sonra ikinci sətirdə bütün xanaları seçirik və Aha. Bunları Split, da ə, deməli birləşdir. split cells əmri vermişik, hə? bəli Burada da 6 və 3 neçə 4 vermişik? 3 Bura 4. 3, bura 4. Bəli. Belə bir şey olur. Burada Yəni mənim ə, burada birincisində bir dənə xana var. Sonra neçə dənə olacaq? 12 dənə. Bir də axırıncı sətir olduğu kimi qalırdı. 6 dənə də o. Əgər düz dediksə. bəli mənim elə olur. Əgər ki orada burada Mercedes'i aşağıda before split verilib. Əgər ki o qarşısında quş işarəsi olmasaydı, onda hər biri üçün elə bil 6 xananın hər birində 12-12 olasıydı da. Ne, bunu deyirsən. Bu Bəli mənim. olmasaydı. Mhm. Hə, bunda hə. Məsələn, bunda belə bir şey versəydi, bax belə. Bəli. Onda Hə, hər bunda. birisi olacaqdı. Amma o Mhm. olanda konkret olaraq seçim verilir. İndi burada neçə verib cavabı? Düz cavab yox desən. Olur mənim 24 olmalı desə. 3-ü 4-ə 12, düz. Bəli. 13, 6 o da 6. 21. Bu da cavab. Burada neçə xana var? 12, 13, bu da 6. Neçə eləyir? 19. 19. Hə, Yəni, yoxdur başqa heç. bir əməliyyat icra eləməmişsə 19 olmalıdır. Düz cavab yoxdur orada. Sonra Burada yoxdur mənim. Bilirsin testiniz. burada da başqa sual yoxdur elə. Siz de başka bir şey vermemişsiniz. Hı -hı. Diyesin. Bilmiyorum için. Bir də müəllim öz testini vermişdi işləməyə. Bu haberim olmuyordu müəllim onunla. Bir şey olmaz. Orada ben gördüm şeyden Kadera'dan yazılmıştı da Dimlen. Bilmiyorum. Fikrim olmuyor. Burada neçə? Burada mənim 21. 21'de ben C yazmışdım. Kontrol. Kontrol F12 bu sənədi bağlamaq deyil, cari sənədin bağlanması. Kontrol O. Kontrol F12. Bəli. Kontrol F12.
Yox, open. Neymiş bunlar? Sadəcə F12-də save as pəncərəsini açır. Hı hı. Sonra neçə? 23. Neçə sütuna bölmək olar? Bu var idi ki, müəllim, mən bunu heç Lazım deyil, oxuyanda yox. O qədər dərinliklə düşən deyil onsuz. Hı hı. 30. 30'da 10 ve 500'dü ama cevap bir verilip. Ən kiçik miqyası 10-dur. C variantı. Ve cevap A verilip ses cevap. 51. WhatsApp-da şey özəlliyi gəlib. Qruplarda hamını işarələmək. Bezdirir bilərək. Müəllim, sizin testinizi mən gələn dəfə eləyərəm. Neçə dənəsini təxminən eləyim? Çox idi, çoxdur. Neçə dənəsi sizə düşər? Vallahi hamısını eləmək daha məqsədə uyğundur axıra qədər. Hə, Miqdə yaxşı. Hə. bəlkə də bilmək olmur, onun nə düşəcək. Çox asan da düşə Ha, bilər, amma çünki təxminəndir də. məsələn keçən il sırf orta məktəblə kifayətlənmirlər də, belə deyək. Yo, Suallara yo. şey düşməz. Məsələn, filan şey harda yerləşir tipli suallar çox az cüzi şəkildə düşə bilər. Amma əmrləri verib soruşa bilər. Yəni bu əmr nə işə yarayır deyə soruşa bilər. Məsələn, tutaq ki, kontrolcu nə edir mənə? Bunlar Hə, düşər onlar də düşə yəqin. bilər ya da nə bilim, deyək ki, məsəl üçün verib burada şritin rənginin dəyişdirilməsi üçün a, Hə, məncə o da düşə bilər, hə. elə şeylər düşə Belə. bilər məsələn konkret olaraq, amma yəni o orta məktəbdə olub olmaması elə də böyük əhəmiyyət kəsb eləmir. Yol Aziz, Amma keçənlər heç bayıl zad var idi. Heç onlar məncə məktəbdə keçirilmir ki. yo, Düşmüşdür. keçirmə şeylər düşmüşdü. Hə. Yaxşı, neçədir? 51. Bilmedim. Avtomatik olaraq aşağıdakılardan hansı Blank doküment değildi müəllim. blank dokumentdir bəli. Böyle cevap yine C çıxıb burada səhvdir məncə. Elə bir ki, bax, fayl menüsündə Bəli, ilk elə bir qarşınıza çıxar. blank dokument. Bəli. Sonra 52 neçə? düşə bilər müəllim. 52 məncə o tipli bir şey olmaz yəqin ki. Yox, yox, belə şey düşə bilməz. Hı. 81. Mən lap dərinə qədər vermişəm burada testləri. Benim burada birinci yuxarıda verilən 1 ilə 2 sağdan və soldan boşluqlarda. Bax, bu hə, indentionlarda elə bil sol tərəfdən qoyulan boşluq, sağ tərəfdən qoyulan boşluq. Hı. Bəli. Sonra Bu burada special var. Bax, bu hissə special gördüyünüz. Bu hə. birinci abzası fərqləndirmək üçündür. Mhm. Nə demək o var? Məsələn, deyək ki, belə bir şey var. Bax, atıram indi bax bunu gəl buradan yazaq. Buradan silək. Yeni bir mətndən yazaq. Deyək ki, bax, bizim mətnimiz budur da. İndi mən istəyirəm ki, bu abzasın ilk simvol sədrini fərqləndirim. Bax, bu special olduğunu göstərir. Mhm. Bu birinci əmri seçəndə birinci girintili olur. Fikir verir, abzas fərqlənir. Bəli. Əgər ikinci əmri seçsək, burada da onun məsafəsini təyin edirik. Yəni nə qədər içəri olsun. İkincisində isə hangingdir, yəni çıxıntılı olsun. Fikir verin. Birinci Hı, çıxıntılı, qalanlar girintili olsun. Bu onu təyin edir. Sonra buradakı növbəti əmrlər nə işimizə yarayır? Bax, deyək ki, burada spacing, before, after. Mətndən əvvəl, mətndən sonra, abzasdan əvvəl, abzasdan sonra qoyulan boşluq səviyyələrini təyin edir. Bu əvvəl, bu da sonraki boşluq səviyyəsini təyin edir. Bu da line spacingdə sətirlər arası məsafəni göstərir. Buradan biz onu əllə də nizamlaya bilərik. Müəllim, Sətirlər arası məsafə ilə abzaslar arası məsafələr fərqli şeylərdir.
Yəni burada sətirlər arası məsafə ilə bağlı da bir sual düşmüşdü. Sətirlər arası məsafə məsəl üçün 2-dirsə, deməli simvolların 2 qatı da təxminən ölçü olaraq götürülür də. Bəli, bəli, bəli. Öz ölçüsünün 2 qatı qədər. Aydındır mənim. Sonra 93. 93. Bu da 25-dirsə, plus 25 olduğu üçün 50 olmur. Bəli. Bəli, cavab yenə səhvdir. Məncə şey çıxmışdı. Yox, Y. Hə, A veriblər amma. Orada Plus- sadəcə 25 olsaydı plussuz, onda 25 olurdu. Bəli, bəli. Bir tərəf 25 olsaydı birisiz olardı. 113. Bu ferdə mənim obyektlərin sayı sonsuz deyildi. Yox, 24 dənə ola bilər mübadilə bir filmin maksimum. 255 nədə idi? Sanki elə bir şey də var idi. Bax, mübadilə buferi budur. Buradakı obyektlərin sayı. Hə, sonra əlavə olduqca əvvəlki silinirdi belə idi. Bəli, bəli. 24-dən sonrakılar artıq avtomatik olaraq başlayır silinməyə. Hı. Bura maksimum 24 dənəsi yerləşdirilir. Aydındır. Belə bir də ki, burada mənim ən çox qarışdırdığım, məsəl üçün sözün üstünə 2 dəfə basanda, kontroldan 3 dəfə basılı saxlayanda bir abzas seçilir, sətir seçilir. Bu tipli sual düşə bilər imtahana. Bilmək olmaz. Ola bilər amma. Ən çox qarışdırdığım, çünki müxtəlif variantları var kontroldan basılı saxlamaq, sadəcə basmaq əvvəldə çox idi onlardan. Hə, onlar biraz problemlidir əslində. Prosta nə ki var da, yəni böyle elə hiss edir. Mən 130-a qədər yazmışdım. Mənim hələ ki bunlardı suallarım. Tamamlayacağam gələn dərs üçün. 130-a qədər işləmişik elə. Bəli. Bir də dördüncü günü şey eləyək. 250 dənə sualdır. Hə, bitər də yəqin 4-cü günə qədər. Bəli, olur. Hə, heç nə olmaz. Əlavə- Onu bitirərik. Onda mən mətnlərin emalının seyini atım, sınağını atım sizə. Bəli, atın demişlik. Baxaq. Mətnlərin emalı. Onda bunu sizə yollayıram. Materiallar. Yolladım onun sınavını sizə. Yaxşı. Testi bitirək, artıq sonra keçid eləyək Excel-ə də. Gələn dərsdən. Yaxşı müəllim. Müəllim, biz proqramlaşdırma ilə başlayırıq. Bu həftənin bazar günü inşallah başlayacağıq. Bazar günləri savadsız müəllim. İnşallah hə, elə düşünmüşəm. Yaxşı. Çünki bir dənə axşam bazar günü boşam. Yəni ki, bazar günlərini salacağam. Yaxşı. Belə. Sual, başqa sual var? Qaranlıq qalan, aydın olmayan, başa düşülməyən. Yox müəllim, yoxdur məndə. Split mənim bölür, mercəkəs birləşdirir xanları belədir. Merge bəli, birləşdirir, split bölür. Onda heç nə. İnşallah biz demək həftənin 4-cü günü. 4-cü günə qədər testləri bitirək. 4-cü gün qoşulub artıq Excel-ə keçid eləyərik yavaş-yavaş. Oldu müəllim. Çox sağ olun. Sağ olun, gecəniz xeyir. Gecəniz xeyir olsun.